Salam aleykum dostlarım. Əvvəla hər kəsi salamlayıram. Deməli dostlarım, bu gün belə giriş etmək istəmədim. Belə bu qəmli gündə belə giriş etmək istəmədim. Bu gün internetdə gəzərkən internetdə belə bir şey var, belə bir məlumat var. Bir dənə uşaq bir müəlliməni güllədi sinifdə, yəni ki, məktəbdə güllədi. 1998 idi, səhv etmirəmsə 97-ci il təvəllüddü müəlliməni. 2010 təvəllüddü və yaxud da ki 2010 təvəllüddü bir uşaq silah atasının ov tüfəngi ilə vurubdu. Bu barədə nə danışmaq istəyirəm? Dostlarım, əgər məktəblərdə özdəki bildiyimə görə böyük bir necə deyim, liseydir, böyük bir liseydir. Həmin liseydə də ki yoxlanışlar olmalıdır. Çünki bilirsiniz ki, böyük də ki səhv etmirəmsə ödənişi olan bir liseydir. O liseydə də ki dostlarım, orada videoya baxanda mühafizəçilər var qıraqda. O mühafizəçilərə baxın dostlarım. Orada gərək ki o boyda liseydə gərək ki sumkaları yoxlasınlar. Əslində hər sumkanı yoxlamaq lazım. Məsələn, məktəblərdə də sumkanı, lisey demirəm, heç məktəb deyirəm, onlarda da yoxlamaq lazımdır. Çünki uşaqların indiki psixologiyası təmiz şəkildə pozulubdur. Çünki hamısı bu dəqiqə internetdən, sosial şəbəkələrdən istifadə edir. Bu sosial şəbəkələrdəki bəzi nalayiq hərəkətlər ola bilər, bəzən bunlar sıxan bir şeylər ola bilər və s. kimi şeylər ola bilər. İndi gəlin əsas mövzumuza keçək. Bir 10-cu sinif uşağı bu qədər düşüncəni dərk edə bilmir ki, müəllimədir də bir riyaziyyat müəlliməsini özdəki gülləliyibdir. Dostlarım, bu 10-cu sinif uşağının bu qədər düşüncəsi dərk etmir ki, bunu etmək olmaz. Sonra nələr başına gələcəyini dərk etmir. Bəli dostlarım, deməli, riyaziyyat müəlliməsidir. Bilirik ki, riyaziyyat müəllimələrimiz hamı istəyir ki, riyaziyyat müəlliməmiz istəyir ki, biz daha yaxşı cavab verək və daha yaxşı dərslərimizə hazırlaşaq. Özü səhv etmirəmsə bir dənə videoya baxdım. Deməli, həmin müəllimə deyirlər ki, biraz tələbçil müəllimədir. Düzdür, hər müəllimə də olmalıdır. Dərsini veribdirsə, səndən onu tələb etməlidir. Amma sən ona görə gəlib müəlliməni güllələməli deyilsən ki, müəllimə üstünə də qışqıra bilər. Sənə məsələn, vurmaq deməyim, indi vura bilərlər əslində, vurmaq ola bilər. Çünki valideyn, amma elə bəzi valideynlər var ki, mənim uşağımı vurmayın, nə bilim nə, belə şeylər var. Lakin dostlar, məsələn, belə itələyə bilər ki, düz qabağına bax, yavaş bir şəkildə itələyə bilər, düz qabağına bax. Məsələn, niyə bunu başa düşmürsən, qışqıra bilər. Bu ola bilər də, müəllimdir də. İndi əsəbdən ola bilər, belə deyim, uşaqlar da müəllimləri az əsəbləşdirmir ki, uşaqlar müəllimləri əsəbləşdirir, müəllim qışqıra bilər də üstünə, məsələn, dərsinə hazırlıqsız gəlməyəndə. O demək deyil ki, mən gedim məktəbdə müəlliməmi güllə. Düşünürəm ki, dostlarım, məncə uşağın psixologiyasında nə isə ola bilər. Çünki dostlarım, bu uşaq nə qədər belə də düşünə bilmir ki, bu neyniyəcək, bunun həyatı məhv olacaq axı. Müəlliməni getdin öldün, yaxşı, müəllimə öldü. Bu arada dostlarım, belə bir məlumatı nəzərinizə çatdırım. Müəllimə ölü, həmin an elə xəstəxanaya çatdırıblar. Xəstəxanada da ki, deyirlər ki, vəziyyəti orta pisdir. İndi inşallah yaxşı olar müəllimənindəki vəziyyəti. Uşaq da ki, öz cəzasını alar. 16 yaşı var da, səhv etmirəm. 16 yaş olduğuna görə də ki, məncə 16 yaşdan yuxarı uşaqları həbsxanaya salırlar. Nəysə dostlarım, istədim ki, sizə belə bir məlumat verim. Bir də ölkəmizdə belə şeylər olmamasını ümid eləyək. Amma dövrümüz hara gedir bilinmir. Bir videonun da dostlarım sonuna gəldik. Sağ olun, salamat qalın və özünüzə yaxşı baxın.